Krasnaya Zvezda qəzetinin 16 aprel 1992-ci il tarixli buraxılışında dərc edilmiş məlumata vurğulanır ki, Bakı yaxınlığında Stalçayda dislokasiya olunmuş aviasiya polkundan Su-25 hücum təyyarəsi qaçırılıb. Aprelin 8-də növbəti uçuşa hazırlığı həyata keçirən mühəndis heyəti aerodromu tərk etdikdən sonra təyyarəçi baş leytenant Vaqif Qurbanov, təyyarənin texniki leytenantı Fuad Məmmədov və baş aviomexanik Çavuş Akif Quliyev dayanacağa gəlib mühafizəçinin əl-qolunu bağladıqdan sonra pilot Vaqif Qurbanov təyyarələrdən birinin sükanı arxasına keçib və qeyri-müəyyən istiqamətə uçuş həyata keçirib. Vaqif Qurbanov təyyarəyə yaxınlaşdırıldı, Fuad Məmmədov və Akif Quliyev vasitəsilə. Yəni, ora qədər isə biz təyyarənin hazırlığını yerinə yetirmişdik. Hansı ki, mənim tərəfimdən radionavigasiya məlumatları təyyarəyə yerləşdirilmişdi. Digər zabitlərimiz, məsələn, Bəşir Əliyev tərəfindən akkumulyator batareyaları alınıb təyyarəyə qoyulmuşdu. Yəni ki, bütün o mütəxəssislərin orada hamısının bir rolu vardı ki, təyyarə havaya qalxa bilsin. 1992-ci il aprelin sonları, mayın əvvəllərində erməni silahlı birləşmələrinin Şuşa və Şuşa ətrafı yaşayış məntəqələrinə hücumları daha da intensivləşdi. Əhalisi əsasən Azərbaycanlılar olan kəndlər aramsız atəşə tutulur. Şuşa davamlı olaraq raketlərlə vurulur, insanlar qətlə yetirilirdi. Həmin il mayın 8-i Şuşanın ən ağır günlərindən idi. Şəhər od tutub yanır, Şuşalılar qeyri-bərabər döyüşün çarəsizliyinin çıxış yollarını arayırdı. İlk uçuşunu, döyüş uçuşunu Şəki aeroportundan Vaqif yerinə yetirdi. Vaqif Qurbanovun Su-25 təyyarəsi ilə ilk döyüş uçuşu da məhz həmin günə, Şuşa istiqamətinə oldu. Vaqif döyüş təyyarəsi ilə Şuşanın başı üzərində qatılaşmış qara buludları yarmaq üçün Şəki ərazisindən havaya qalxdı. Şuşa ətrafındakı düşmən mövqelərinə şığıyaraq onlardan 30 nəfərini məhv etdi. 120-dən artıq erməni silahlısını ağır yaraladı. Bu döyüşə Şəkidən havalandırılan Su-25 döyüş təyyarəmizi Vaqif geri dönüşdə Yevlax aerodromuna indirdi. Adım eşitmişdik, özünü görməmişdik. Bir dəfə 1992-ci ilin mayın 15-də Gülapının alınmasıydı. Onda rəhmətlik Vakimin samolyotü gəldi. Hamı sevindi, belə ki, bəs gəldi bu bizə Xoramadın üstündən keçdi əsgərənin, hansı ki onların artilleriyası vardı, bizi qabağa bıraxmırdı texnikaları. Onları bombaladı, ondan sonra piyada maşınların texnikana vurdu. Atam Su-25 qırıcı təyyarə vasitəsilə Əsgəran, Ağdam, Şuşa istiqamətində döyüşlərdə üstünlük qazanmasına görə addımlar atmışdı. Burada iyun ayında 1992-ci ildə 20-dən daha çox yaşayış məntəqəsinin azad edilməsində iştirak etmişdir. Eləcə də Goranboy, Ağdərə istiqamətində də döyüşlərdə iştirak etmişdi. Daha sonra 13 iyunda o acı bir gündə atam şəhid olmuşdu. Şişqaya deyən bir yüksəklik var idi, deməli o ora gedirdi. Birinci uçuşun gedib gəlmişdi, sonra xəbər gəldi ki, bizim əskərləri orada mühasirəyə alıblar, dayanmadı. Getdi, indi radardan biz baxırdıq orada, kameradan baxırdıq. Birinci uçuşun elə girib həmin zonaya çıxıb, ermənilərin orada texnikalar, güclü texnikalar, onların hamısı məhv eləyib. Onda raket qalmamışdı demək olar ki. Puşkana işləyib, atıb, qalxan momentdə vurmuşlar onu. 2015-ci ildə ordu sıralarında xidmət edirəm. Çox fərqli istiqamətdən gəlmişəm. Çünki uşaqlıqdan arzum var idi. Amma yəni 2015-dən atamın yolunu hərbiçi olaraq davam edirəm.